Deməli, bu erməni tutumlarından əmələ gəlmiş havadarlarının və rüşvətxorlarının planına baxın. Deməli, plan nədən ibarətdir? Bir dəqiqə. Bu məktub qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Hərbi Xidmətindən verilib. Düzdürmü? Güya ki də mənə gəlib, düzdürmü? Fake məktub. Bu məktub Azərbaycan Baş Prokurorluğunun məktubudur. Rəsmi məktub gəlir. Mən yazmışam, razı deyiləm və hal-hazırda Azərpost göndərməyə icazə vermir. Ki birdən qeyd olunub. 2021-ci Daxillər Nazirliyinin Baş Müzakirə Mübarizə İdarəsinin əməkdaşları hakerlərlə əlbir olaraq qanunsuz yolla ayrı şəxslər WhatsApp, Instagram, sosial şəbəkə daxil olmaq və nəzər barədə şəxsi məlumat əldə etdiklərini və bu barədə adi qurumlara şərait etdiyinizə görə həmin idarənin əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığınız dair müraciət baxılmışdır. Müəyyən edilmişdir ki, sizə məxsus mobil telefon və sosial şəbəkə icabı xarakterdə izlənməsi barədə Daxili İşlər Nazirliyinə ünvanlanan müraciətlər əsasında Baş Müzakirə Mübarizə İdarəsinə dəvət olunmuş, mobil telefon və sosial şəbəkələrdə yaratdığınız hesablar baxış keçirilərək telefonunuz... Nəysə, uzun sözün qısası, bu məktub fakedir. Mənim mobil telefonuma heç vaxt baxış keçirilməyib. O Kənan Hacıyev, o təxribatçı şöbəsi ilə bir yerdə. Mən ora gedəndə mən artıq bilirdim axı bunlar yanıb bunun arxasında. 2020-ci ildə olub da, hə. General Əbülfət Rızayevin adından artıq saxta sənəd düzəltdi. Yenə Mirqafar Seyidovun tapşırığından həmin illərdə. Və mən də bunların artıq izindəyim axı və hansı ki həmən Kənan Hacıyev idi ki, məni həbs elətdirib tuturmuşdu. Həmin onlar bandat deyil məni tuturmuşdu ya. Bunlar bandadılar da, mütəşəkkil bir qrupdular. Bu Natiq Abdullayev adından mənə prokurorluğun məktubunu, fake məktubunu göndərən də məhz bizim bu daha əvvəllər qeyd elədiyim Yusifdir. Hansı ki, baş prokurorluqdan da belə rüşvət alıblar. Bu məktub rüşvətlə alınıb. Yəni ki, bu fake saxta məktubdur. Mənim bir dəfə də olsun mobil telefonum bandateli yoxlanışdan keçməyib. Elə özləri məni tuturublar, özləri dərxanaya basdılar. Mən 2021-ci ildə ora gedəndə Kənan Hacıyevin cinayətləri barədə əməkdaşlarının xəbəri məlumatı var idi, bu bandası barədə. Şöbə rəisi kimi Kənan Hacıyevin atası oturmuşdu mənim qarşımda. Özü onun atasını da şöbə rəisi kimi qələmə verdilər. Həmən bu Natiq Abdullayevə tapşırıq verən, bu saxta, belə deyək də, baş prokurorluğunun sənədini mənə verən də olub, məhz göndərən daha doğrusu, bizim bu Alfons həyatı yaşayan Yusifin həyat yoldaşlığının prokurorluqda işləyən qardaşı. Bu bizdə İnsan Hüquqları Müvəkkilinin Ombudsmanın göndərdiyi məktubdur. Və fikir versəz, eyni şeyləri yazıblar. Rüşvət xarakterli eyni epizod. Və bunu yazmaqla əsas epizod mənim bu şəxslər tərəfindən qanunsuz yerə həbs olunmağım epizodudur. Necə araşdırma aparıb ki, bu şey deyil. Bunlar məni həbs eləyiblər. Ayusta şirkəti yaradılmışdı həmin ərəfələrdə Turanın əli ilə. Oğru Yunus Sumqayıt Tarif, oğru cibgirdən kimdir? Onun oğlu Kənanın əli ilə. O barədə niyə araşdırma aparılmayıb? Bunlar hamısı rüşvətlə alınmış sənədlərdir. Həmçinin Ceyhun Məmmədov adından Dövlət Hərbi Xidmətinin sənəd də mənim əlimdədir hal-hazırda. Bu sənəddə mənə əlbəl veriblər. Əhməd tapşırıq verdi, dəvət elədi mənə. Əhmədə tapşırıq verən də şəxs həmən bu cinayətkar dəstənin əsas üzvü olan bir vahabidir, yaşayır Alatava ərazisində. Bu mənim Cənab Əli Nağıyevə göndərdiyim telegramdır. Çatmayıb. Yenə Dedi xanım məktublarıdır, yenə bu həmən məktublardır. Bu da Mərahimi Şəhruz. Bu mikron özlərini bu avtoritet hesab edən, ara uşağı hesab edənlərin tapşırığı ilə yanıma yerləşmiş bir şəxs. Yəni bu sənədlərin hamısı fake'dir. Və sonda yenidən Kənan Hacıyev atası ilə bir yerdə, Mirqafar Seyidovla bir yerdə mənə Əbülfət Rızayevin, baxın, imzası var. Bu adamlar hətta Əbülfət Rızayevin adından saxta sənəd belə düzəldiblər. Yəni bu artıq həyasızlıqdır. Öz havadarlarına, himayədarlarına, bu müxalifətdəki adamlara o qədər güvənirlər ki. Artıq mənim gördüyüm üçüncü sənəddir. Digər sənədlər mənim şərəfsiz atam tərəfindən evdə hamısı məhv edilib. Bu bir sənəd, bu həmən o məktubdur. Məktubu postdan yox, əlbəl göndəriblər. Əlbəl daha doğrusu mənim atama veriblər. Atam şərəfsiz məktubu verməyə çatdıran da olub Mirqafar Seyidov. Başına kraska qoyan bizim bu Mirqafar. Hansı ki mənim atama
Mobil telefon vermişlər, balaca mobil telefon. O podvalda gizlədirdi telefonu. Hər dəfə bəhanə ilə harasa gedəndə, dükana uşaq dalınca gedəndə. Mənim şərəf ləyaqətini itirmiş atam, o binamus, biqeyrət atam, həmin mobil telefondan istifadə edib çəkislik eləyirdi, şpiyonluq eləyirdi. Qoca yaşında bu biqeyrət. Bu da yenə həmən sənədlərdir. Bu mənim yazdığım maillərdir. Və əsas bu xüsusi xidmət orqanları daha əvvəllər də şey düzəldiblər. Görüm, onu burada indi tapmağa çalışacağam. Diqqətlə baxaq. Deməli, prezident administrasiyası. Baxırıq. Prezident az, əlaqə nömrəsi var, hər bir şey var. İndi bir dənə məqam var da. Çağrı mərkəzi 1111. Belə prezident aparatı yoxdur. Bu idarədə şəxsən mən olmuşam. Ünvana fikir verin, İstiqlal Küçəsi prezident. Məni dəvət elədilər bu köhnə şey tərəfə. Dərnəgülün yanına Erməni qəbristanlığı tərəfə. Adamlar prezident aparatı yaratdılar. Bu fake'dir. 1111. Bu fake prezident aparatının yaradılmağından mənim şərəf və ləyaqətini itirmiş atamın da xəbəri var idi. O biqeyrət atamın. Durmadan evdə çəkislik eləyirdi də. Yəni bunu etiraf eləmək mənim üçün çox ağırdır, amma reallıq olaraq qalır. Mənim atamın zərrə qədər olsun şərəfi, ləyaqəti zərrə qədər olsun yoxdur. Yəni bu adam pul müqabilində mənim atam olmağına baxmayaraq, pul müqabilində hər şeyə hazır olan bir şərəfsin biridir. Mən özüm də utanıram, xəcalət çəkirəm ki, mənim belə bir şərəf və ləyaqəti itirmiş atamım var. Atamın bu qondarma prezident aparatından və bu nömrədən xəbəri var idi. Mən şahid eləyəndə durmadan, hətta mənim atam Mirqafarla əlbir olaraq, mən ancaq 11-11 istiqamətləndirirdi ki, mənim şahidlərim əsl prezident aparatına getməsin. Bu da bizim əsl prezident aparatıdır. Bax, fikir verin. 2 fərqli nömrələr var. Və indi buna baxın, bu müqayisə üçün düzəltmişəm. Əsl prezident aparatı, bu əsl prezident aparatıdır. 492 35 43. Nömrəyə baxaq, 535 36 55. Bir də nömrəyə baxaq, 492 06 25. Burada nömrəyə baxaq, 535 36 55. Və bunların müqayisəsi üçün birləşdirmişəm də. Bu da yenidən bu xüsusi xidmətdə oturan rüşvətxorlar, korrupsionerlər rüşvət alaraq, hətta yenidən Google-a müdaxilə eləməklə qondarma prezident administrasiyası belə yaradıblar. Yəni bu adamlarda qorxu deyilən bir şey yoxdur da. Və paralel olaraq da ki, kimə güvənirlər? Prezident aparatında Nazim adında bir narkomanın, bu cinayətkar dəstə ilə əlbir olan şəxslərin polkovnik vəzifəsində işləyən qardaşı var. Və xüsusi xidmətdə oturan şərəfsiz, ləyaqətsiz Vahabi, bu Əbdülvahab tumundan əmələ gəlmə bir qeyrət, Azərbaycanlı olmağını yadından çıxardan, bu Vahabilərin atalıq eləyən bu şərəfsiz, mən çox fikirləşirdim ki, həqiqətən də bu ölkədə Vahabilər niyə günü-gündən çoxalır ki? Yəni, ola bilməz də bu. Mən çox gözəl xatırlayırdım ki, 2016-cı il yadıma salırdım, yadıma gəlirdi ki, yəni ki, Vilayət Evuzov necə bu Vahabilərin mübarizə aparırdı da, qoymurdu Vahabilər çoxalsın. Gördüm elə mübarizə aparmağın mənası yoxdur ki. Elə Vahabilərin başında dünyanın qurum elə xüsusi xidmətdə oturub da, mediaya nəzarət, şizofren, psixopat və bu Vahabi özünü sortalamaq üçün Nazimin qardaşından da küllü miqdarda rüşvət alıb. Küllü miqdarda rüşvət alıb. Və Nazimin qardaşından rüşvət alanda Musa şərəfsiz, bunun bu Vahabi tulası Nardaran ərazisinə mənə yerləşdirəndə yenə iş bəhanəsi ilə, bütün proseslər iş bəhanəsi ilə gedir. Güya ki, mənə iş vermək istəyirlər, nəsə başıma oynasırlar yolda. Elə mənə öldürmək istəyəni də iş bəhanəsini eləyiblər. Yenə mənə göndərmişlər şeyə, bu Vişnyovkaya, Alballıq alınan əraziyə. Ora getmişdim iş bəhanəsi ilə, qaydan başı. Yolu keçəndə maşına vurub öldürmək istədilər, təcil tibbi yardım maşını ilə. Bu birinci dəfə deyil. Yəni, mən artıq bunu öyrəşmişəm. Deməli, bu bizim Əbdülvahab tumundan əmələ gəlmiş radikal. Musa adında bir şərəfsiz var. Onu istiqamətləndirir məni, deməli, Şuvanlar ərazisinə. Şuvanlar ərazisində iş görmək bəhanəsi ilə Musa da qatı Vahabilərdəndir. Və həmin ərəfədə qap pəncərə ustaları gəldi.
Və başladılar ki, bir növ manipulyasiya eləməyə. Şey eləməkdə, hə, falan belə problem yarandı. Aparata özüm şəxsən ayaqla getdim. Sənin də problemin varsa, qardaş, heç ara yazmağa ehtiyac yoxdur. Özün birbaşa prezident aparatına get, orada qəbul şöbəsinə get. Hə, orada bütün problemləri həll edəcəklər. Biz bütün problemimizi belə həll No, karoçi bir növ istiqamət vermək istədilər. Bu ilana zəhər verən kərtənkələ bizim bu Əbdülvahab Tumundan əmələ gəlmiş şərəfsiz şeydə oturub baxır. TTX-da, xüsusi xidmətin vahabisi də tulasıdır. Təbii ki, onlara razılaşmadım. Bizim yox, yəni ki, bir rəsmi sürətdə müraciət edir. Yox, ancaq getmək lazımdır. Məni bir növ ikna eləməyə çalışdılar bu şuvalanda. Kimə güvənirdi? Yəni bunun qurduğu oyuna bax. Bu ləyaqətsin, şərəfsin qurduğu çirkin oyuna bax. Oyun belə qurulub. Mən daimi nəzarət altındayım. Bax, telefon zənglərimə də nəzarət edirlər. Bir şey ki, 102 kimi bir orqan rüşvət alıb, bax ki. 102-nin rəisinin Allah bəlasını versin. 102-nin əməkdaşlarının Allah əzizlərinin bəlasını versin. İnşallah mənim başıma gələn hadisələr onların övladlarının, qızlarının, ana bacılarının başına gələr. İnşallah yaşayarlar da. Evinizə rüşvət aparanda yaxşıdır, belə sözləri qəbul edəndə pisdir. Adama deyərlər. Haram xoşvuz olsun. Əziz namus qeyrət bildiyiniz qadınlarımızın 102 deyirəm. Ginekoloji xəstəliklərinin pulu olsun. Nə deyim bundan başqa? Bütün gün zənglərimə qulaq asır bu Əbdülvahab. Korrupsiyanın mübarizəyə zəng edirəm, zəng edir Yusifə. Bundan əvvəl daha öncə Natiq Abdullayevə tapşırıq verən baş prokurora. Baş prokurorluqdan Natiq Abdullayevə tapşırıq verən baş prokuror zəng edir korrupsiyanın mübarizəyə ki, şirayətimə baxılmasın. Artıq o tapşırıq veriblər. Və hal-hazırda da bütün Azərpoçta göndərdiyim məktublardır. Bütün Azərpoçta dedim ki, Azərpoç bunların əlindədir də qardaş. Azərpoç Vahabilərin əlindədir. Azərpoç Mirqafar Seyidovun əlindədir. İndinin özündə də mən nəsə 100-ə şahid eləyim, aparacaq göndərəcək 35-ci polis bölməsinə. Ad da qoyublar ki, güya məni mühafizə edirlər. Amma əslində vaxt uzadırlar, manipulyasiya ilə məşğuldurlar, cinayət izlərinin, cinayət epizodlarının itirilməsi ilə məşğuldurlar. Vəssalam. Deməli, bu da mənə gələn bir... Artıq ikinci dəfə. Birinci dəfə general Mayor Rızayevin adından saxta sənəd çıxartdılar. Baş Kibet Cinayətçilər Mübarizə İdarəsinə görə. İkinci saxta sənədi Fariz Vəliyev düzəldib. Təsəvvür eləyin. Bu da ikinci saxta sənəd. Bu da saxta sənəd. Belə bir qurum ümumiyyətlə yoxdur. Yoxdur belə bir qurum. Bu qurumun yaradılmağında belə bir qondarma binanın düzəlməyində əsas məqsəd silah alverinin, küllü miqdarda narkotik dövriyyəsinin izinin itirilməsi olub. Bunu yaradan kim olub? Bu Rənanın atası, Kənanın atası, İbrahimin atası, sonra bizim bu Məhəmməd Paşazadənin Allahşunun atası, Qalib Salahzadə, banda başçıları. Bizim bu özünü avtoritet hesab edən İlqar, amma əslində cəza çəkmə müəssisəsində İlqar ləqəbi ilə tanınan bir şəxs. Sənədlərin hamısı saxta deyir, saxta bütün sənədlər. Bu prokurorluqdan gələn boş SMS-lərdir. Artıq hamısı var. Bu da yenidən Fariz Vəliyev adlı saxta sənəd, boş saxta sənədlər damısı. Yəni mənim telefonumda əsas bunların məqsədləri də mənim telefonuma yenidən virus göndərməklə bu saxta sənədləri çünki bu saxta sənədlərin ortaya çıxsa 102 xidmətinin rəisi avtomatik işdən azad olunub həbs olunmalıdır. Belə bir sual məni narahat edir. Siz rüşvət alanda narko tacirlərə, bariqalara, təxribatçıların, dövlət əleyhinə yaranmış bir cinayətkar dəstənin rüşvətini yığanda yaxşıdır, gedib türmədə oturanda pisdir. Dələduzluqla məşğul olanda yaxşıdır, gedib türmədə oturanda pisdir. Başqa da bir sənəd. Portstream. Deməli, yenidən bir dənə bizim xüsusi xidmətdə işləyən bu Əbdülvahab Portstream adından bir sənəddir. Sağ olsun, işə düzəltdi. Təbii ki, bu işə düzəltmənin əsas məqsədi evindəkilərinə rüşvət aparmaq idi və bir növ özünü sortalamaqdan ibarət idi. Bu barədə çox da... Bu da Portstreamin müqaviləsi böyük ehtimal. Bu da bizim Rəna xanım. Nobel 69. Tam da oxşamır. Tam da oxşamır. Deməli, bu neynədir? 2012-ci ildə su polisində işləyən anar, digər Daxillər Nazirliyində işləyən anar mənim evimi satdırmaq üçün mənə oyun quranda deməli, belə bir variant istifadə eləmişlər. 2012-ci ildən söhbət gedir.
Buna etibarın doğrulmağı deyirlər də. Misal üçün mən kiminsə yanına adam yerləşdirirəmsə, həmən adam belə deyək də öz etibarını doğrulda bilsin deyə və qarşı tərəfə istədiyini elətdirə bilsin deyə öz etibarını doğrultmalıdır. Deməli bu şərəfsizlər, ləyaqətsizlər necə bir variant işlətdilər? Bunlar iş verəndə axı. Bu adamlar üzə duran, iş verən, xarici cəsur elə min bir fırıldağın altında yatan, şərəf ləyaqətini itirmiş bir qrup dövlət əleyhinə bir bandadılar. Birbaşa bizim prezidentin düşmənləridirlər və mən bunu sübut edəcəm. Deməli bu şərəf ləyaqətini itirmişlər nə edirdilər? 2012-ci il idi, 13-cü idi. Tam dəqiq yanında deyil. Sosial şəbəkədə qəsdən hər hansı bir qızla tanışlıq yaratdılar mənə qəsdən. Sonra Bandatelidə mənə zəng gəldi. Hələ 2012-13-cü illərdə. Siz xarici vətəndaşla əlaqə yaratdığınıza görə sizi bura Bandateliyə dəvət edirik. Təsadüf nəticəsində necə oldusa, Anar bu söhbəti bildi. Bu Daxili İşlər Nazirliyində işləyən Anar mənim evimi satdıran, mənə torba tikmişlər Rəcəbov Elnurla, Baş Əməlçi İbrahimin atası ilə Müdafiə Naziri olan. Güya o zəng elədi ki, belədir vəziyyət. Məni tapşırdı bir növ. Amma əslində bunun özü qurulmuş bir oyun idi, ssenarinin bir hissəsi idi. Həmən variantdan bu xanım istifadə elədi. Rəna. Adı Rəna səhv eləməmsə. Bizim 69 cinayətkar dəstənin əsas üzvü. Yenə mən internetdə daha əvvəl gördüyünüz kimi burada bizim prezident aparatının adından saxta sənədlər var, idarələr yaradılıb. Korrupsiya ilə mübarizə idarəsi adından da saxta sənəd yaradılıb, saxta idarə qurulmuşdu. Onların oyununa monca artıq bir növ macal vermədim. Artıq yenə 2023-cü ildə, 2023-cü ildə yenə bu qız, yenə bu həyasız pozğun, yenə xarici vətəndaşlarla, xarici bir ölkə ilə əlbir olaraq saxta səhifə yaratdı. Mən internet səhifəsinə daxil olan kimi səhifədə şey yazıldı, avtomatik olaraq. Ki siz hakersiniz, orada periboçkdən istifadə elədim və bu səhifə siz tərəfindən nəsə Hakonlu məsələ belə bir söhbət idi. Bu da yenidən Bandateli tərəfindən qurulmuş, bu təxribatçılar tərəfindən qurulmuş çirkin oyunun bir hissəsi idi. Yenidən məni şərləsinlər deyə, yenidən məni böhtanlaya bilsinlər deyə. Bu Vilayət Eyvazova göndərdiyim, amma hələ də cavabı olmayan məktublarımdır. Heç birinin mənası yoxdur göndərməyin. Zərrə qədər belə mənası yoxdur ya. Bu nazirə ünvanladığım məktublardır. Nazirə ünvanladığım bütün şikayət ərizələri hal-hazırda birbaşa olaraq istiqamətləndirir. Kənan Hacıyevin atasına və Birqafar Seydova. Birbaşa olaraq. Bir də baxaq. Antikorrupsiya. Bir diqqətlə baxaq burada. Deməli, prezident aparatı adından, necə ki 1111 və bundan əvvəl qeyd etdiyim saxta nömrələr var isə, belə bir minvalla axı bu şəxslər Google idarə edə bilirlər. Və Google idarə elədikcə, necə ki Kapital Bank dərəcəzolunu, Azərpoçt dərəcəzolunu 2022-ci ilə qədər davam edən həyata keçirirdilərsə, həmən minvalla da korrupsiya ilə mübarizə komitəsi yaratdılar ki, mən 161 qaynar xəttinə zəng eləməyim. Bu mənim qəsdən yanıma yerləşdirilmiş Saşadır. Hansı ki yenə rüşvət aldılar. Saşa yanıma ondan ötürü yerləşdirilmişdi ki, güya ki bu giz-giz əflatlarla bunlar, güya indi bunlar manipulyasiya ilə məşğuldurlar da. Güya ki mənim telefonum yanmayıb, Samsungda olurdu hər nə. Samsunglarda o telefon yanırdı. Amma mənim telefonum virus göndərib telefonumu yandırdılar axı. Belə bir haqsab oldu. Bu mənim qəsdən yanıma yerləşdirilmiş adam idi. Bu da Saşadır. Yanıma qəsdən yerləşdirirlər. Bu bizim mənim özümə dost qardaş bildiyim bir şərəf və ləyaqətini itirmiş Vasif adında bir şəxsin qohumudur. Gündüz adında bir şəxsin qohumudur. Orxan adında bir şəxsin qohumudur. Yaşayırlar Əcəmi ərazisində. Bunların özləri, bunlar vapşo hoqqa verdilər. Bu şəxslər özləri vapşo hoqqa verdilər.
Mənə durmadan şəkər xəstəsi eləmək istəyirdilər. Güya bunların Rusiyadan bir qohumu gəlib, atası ölüb evdə partlayıb, nə bilim nə. Və bu şəxslərdən də rüşvət alan yenə xüsusi xidmət orqanı əməkdaşı oldu. Orxanın ailəsindən rüşvət alıblar. Bunların qohumu Orxandan. Nəyə görə rüşvət alıblar? Çünki Orxan məni Mehriban xanımı daim söyən, təhqir eləyən, Mehriban xanımı alçaldan, Mehriban xanımın ailəsinin ünvanına rəsmi surətdə şər böhtan atan Pərviz adında Targov arasında işləyən bir şəxslə tanış elədiklərinə görə. Bu hadisə də olub, Pərvizlə tanışdığımız, 2020-də olub da, səhv eləmirəmsə də. Bunu da mənlə tanış eləyən, bu şəxsin qohumu Orxan olub. Hal-hazırda onlardır, gündüz həmən gündüzdür. Bu da onun qohumudur. Və həmən Vasifdir, özümə dost qardaş bildiyim Vasif. Deməli, Vasif nəyə görə bu işlərə boyun durdu? Çünki məni bir növ oyuna gətirən, tutturan uşaqlar da məhz mənim dostlarım idi. Dost bildiyim daha doğrusu da. Əhməd Övşafov var orada, Pərviz var, Ayaz var, Sakitgil var və s. var. Öz dostlarım elə mənə tutturmuşdular. İndi hal-hazırda mənə baş prokurorluqdan yeni gəlib SMS, düzdürmü? Bundan əvvəl də mən Natiq Abdullayevin SMS-ini göstərmişəm mən sizə. Deməli, bura girməyin heç bir mənası yoxdur ya. Heç bir zərrə qədər olsun mənası yoxdur. Buna da tapşırıq verən, Natiq Abdullayevə tapşırıq verən və hal-hazırda baş prokurorluq adından mənə saxta SMS göndərənlər də eyni adamlardır. O da bizim bu Yusifin necə deyərlərsə, bu şəxsin həyat yoldaşının qardaşıdır, baş prokurorluqda işləyir. Xüsusi xidmət orqanı bundan da rüşvət alıblar. Yusifdən də rüşvət alıblar. Və Yusifdən rüşvət almaq epizodunda Hacı Salihin adamı da iştirak edirdi. Tahir adında bir dənə pozğunu da soxmuşlar dizayner kimi ortalığa. Və hal-hazırda bütün baş prokurorluğa zəng edir 161 xidmətinə. Mən bu deyə qaynar xəttə zəng edeyim ki, dövlət təhlükəsizlik xidməti rüşvət alıb filan bəsmikan. Dövlət son dəfə zəng edəndə də mənə Korrupsiyanın Mübarizə İdarəsinin qaynar xəttində oturan növbətçi prokuror məlumat verdi ki, məktub postdan göndərmə. Gəl bura şeyə at, özümüz həll edəcəyik. Postdan istifadə eləməyə qoymurlar. Qoymurlar ki, məktublar qeydiyyata düşsün. Əlavə olaraq da yenə telefona müdaxilələr. Bu bizim Quran-ı Kərimdə bizim bu Allah şükür bir qeyrətə qeyd eləmişəm ki, 36 iləcən həyatında hansı pozunlar olubsa, siyahı çıxardıb verimsə. Bu bir qeyrət şeydə buna nəsə yazmağın heç mənası da yoxdur. Allah şükür parazadə məlumdur ki, ailəsi kimdir, qızları kimdir. Deməli, Azərbaycan Müdafiə Nazirliyi. Müdafiə Nazirliyinin Elçin Əliyevə tapşırıq verən baş əməliyyatçı İbrahimin atasıdır. Azərşıq Zabil Quliyev, Nofər haqqında xüsusi xidmət orqanındakı Vahabi tumundan əmələ gəlmiş Vahabi qardaşına rüşvət almaqda kömək eləyib. Tapşırıq verən Zabil Quliyev adına şəxsə yenə bizim xüsusi xidmət orqanıdır. Müdafiə Anar Ağayevə tapşırıq baş əməliyyatçı İbrahimdir. Mirvari Ağayeva, Təhlükəsizlik Şurası. Bu uzun müəmmalı bu Təhlükəsizlik Şurasıdır. Bunlara kim tapşırıq verib artıq bilmirəm. Yenə Mirvari Ağayeva. Deməli, Səhiyyə Xidmətinin adlı rəsmi saytına ünvanına baxılmışdır. Deməli, bu Dövlət Səhiyyə Xidməti. Xüsusi xidmətdə oturan bu şərəfsiz, ləyaqətsiz, bu Naxçıvan xalqını bəyənməyən, etiraf edəcəm, Mirqafar Seyidovun ailəsini tanıyandan sonra mənim də bir Naxçıvanlı xalqına qarşı bir o qədər çox da hörmətim qalmadı. Təbii ki, söhbət onların ailəsindən gedir. Yəni, onların bu artistliklərindən gedir. Onların bu təxribatından gedir. Vəzifələrindən sui-istifadə edib Azərbaycan dövlətinə, xalqına qarşı olan nifrətlərindən gedir. Deməli, bunu göndərib bizə idarə rəisi Avtandil Abbasov. Düzdürmü? Bunların əsas narkotik dövrəsi var idi. Narkotik alırdılar. Narkotikə görə rüşvət ala bilsin deyə. Xüsusi xidmət orqan əməkdaşları. Məhəmməd Paşazadədən və digərlərindən. Yenə bizim bu Əbdülvahab tumundan əmələ gəlmiş Vahabi istifadə elədiyi kimdən? Cəlaldan,
Kemalettin Heydarovun Vahabi oğlundan, hansı ki Sahir, Cavid və digərləri bunun bir şirkəti var. Bunların belə bir şirkətdə işləyir, tikinti şirkətində işləyirlər də. Və həmin tikinti şirkəti Kemalettin Heydarovun Vahabi oğlunun işlərini görən şirkətdir. Xüsusi xidmət orqanları rüşvət ala bilsin deyə bu Əbdülvahab narkotik dövrəsini ortaya atarıq. Məcbur qaldı nə etməyə? Yenə öz Vahabi digər daha əvvəllər mən tanıdığım. Mən o uşağı tanıyıram 2011-ci ildən tanıdığım belədir. Cəlal adında bir Vahabi ilə əli ilə yenə mənə güya ki iş vermək istəyirlər. İstiqamətləndirdilər. Daxili İşlər Nazirliyinin qosplanının üzbəüz olan bir binaya. Elgün Somdanın əməkdaşlarının vasitəsilə sərhəd qoşunları komandanlığından hansı ki sərhəd qoşununun pozuntusu ilə İrandan Azərbaycana narkotik gəlirdi. Ona görə onlardan rüşvət aldılar. İstifadə edilər Elgündən. İnsan müvəkkili yenə Aydın Şəfxanlı, bizim rüşvətxor aparat rəhbəri. Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Fərid arasının qeyd olunan məsələlər artıq Nazirliyin saytında aid deyil. Bu Seymur Qaraşova da tapşırıq verən. Yenə daxili Fövqəladə Hallar Nazirliyində bizim bu Əbdülvahab Vahabi tumundan əmələ gəlmiş Kemalettin Heydarovun bir növ necə deyirlər oğlu. Məsələ bundan ibarətdir ki, hər nazirlikdə özlərinə məxsus bir adamları var. Bu bandanın, bu qruprovkanın bütün nazirlikdə adamları var. Və əksər adamları İslamofobiyadan əziyyət çəkən insanlardır. Və öz çirkin, anti-dövlət, anti-Azərbaycan planlarını həyata keçirə bilsinlər deyə bu şəxslərdən böyük rahatlığını istifadə edə bilirlər. Yəni belə bir növ öz bandaları dost tanışlıq üzərində qurulub, belə deyək. Milli Məclis aparatı Mirşahin Seyid. Böyük ehtimal Milli Məclisdən, deməli bunların iki dənə havadarı var da. Biri bizim bu Qalib Salahzadədir. İki oğlu var, biri başdan xarab. Hansı ki mənə tutulmuşdu. O birisi oğlu şeydir, o da başdan xarab. Gedib qız alıb, şeyxin qızını alıb. Gedib şeyxin evində qalır, cənliyi ilə məşğuldur. Açığım olunan şəxsiyyətlə qarışmaq istəmirəm. Belə mındar insanların həyatı heç mənim maraqlı da deyil. Tapşırıq verən bundan başqa bir deputat da var. İmişlinin keçmiş deputatı. Hansı ki bunların əməllərində bunlardan əl bildirlər. Əsabildir kimdir? Bu cinayətlərdə, həmin saxta qondarma sənəd yaratmaqlarında və s. hansı ki mənim tutulmağımda, mənim dəlixanaya yerləşdirilməyimdə İmişlinin keçmiş deputatının da Əsabildir kimi bir qəribə adı var. Onun da əli var. Baş İctimai Təhlükəsizlik İdarəsinə nəzarəti tapşırıq verən təbii ki bizim Kənan Hacıyevin atasıdır və Mirqafar Seyidovdur. Bu da artıq bizə bəllidir. İndi bunu mən almışam 2022-ci ildə 24A. Sizin Azərbaycan Respublikasının Dövlət Xidməti elektron post ünvanına göndərmə müraciət etdiyiniz üzrə baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Bu mənim xüsusi xidmətdən aldığım hazır cavabdır. Elə deyilmi? İndi sual meydana gəlir. Də. Xüsusi xidmətdə olan bu Vahabi, Əbdülvahab hamıdan rüşvət yığdı. Hamıdan yığdı ya. Bir növ buna iki başlı oyun deyirlər də. Bu iki başlı oyun necə olur? Həm öz rəhbərliklərini aldatdı ki, güya bunlarla olan əlaqəsi yoxdur. Bu şəxslərin olan əlaqəsi yoxdur. Media nəzarətdə işləyir. İkinci oyun bundan ibarət idi ki, həm də ki narkotik dövrəsini irəli ataraq başladı bunlardan rüşvət yığmağa. Buna iki başlı oyun deyirlər. Bəzi hallarda xüsusi xidmətdə işləyən əməkdaşlar 3 başlı, 4 başlı oyun oynaya bilirlər. Yəni bir növ mənim onlara ünvanladığım bütün şikayətlər ki var idi xüsusi xidmətə. Süleymanova xəyallə olan münasibətini gizlətdi, Vahabi olduğunu gizlətdi və paralel olaraq yuxarı rəhbərlik qarşısında belə bir oyun qurdu ki, güya ki bunlardan heç birinin xəbəri yoxdur. Cəlalın əli ilə, Nəsimi rayon polisinin əli ilə məni tuturmağının izni itirdi və ancaq ortaya gündəmə hansı söhbətləri qaldırdı? Narkotik dövrəsini və mənim intrus oteldən işdən çıxmağımı. İki başlı oyun qurdu. Həm rəhbərliyi aldatdı, General Polkovnik Nağıyev tərəfi, həm də ki bu tərəfdən də narkotik dövrəsini irəli ataraq başladı rüşvətini yığmağa. Bunu iki başlı oyun deyirlər. Bir növ xüsusi xidmətdə oturan bu Alatavada qalan bir qeyrət özünü sortaladı. Və daimi olaraq, mütəmadi olaraq mən xüsusi xidmətə 19-cu ildə, 20-ci, 21-ci ildə nə qədər
müraciətlərim olubsa, həmən bu şərəfsiz, ləyaqətsiz, bu alçaq, bu vahabi durmadan məni öz şəxsi heyətinə də belə dəli kimi qələmə verməyə başladı ki, öz törətdiyi cinayətləri və həmçinin bu cinayətkar dəstəyi olan əlaqəsini gizlədə bilsin deyə. Media nəzarətdə işləyir. İlqarı da oradan tanıyır. Bilmək istəyirsinizsə. İlqarın özü Pasterna show biznesinə əlaqəsi olan bir cinayətkar olubdu ömrü boyu. Deməli, bu yoldaşın adı Ramindir. Bundan əvvəl məndən rüşvət daha doğrusu məndən deyirəm, məndən yox. İlqardan və digər cinayətkar dəstə üzvlərindən rüşvət ala bilsinlər deyə məni yerləşdirmişdilər başqa bir əraziyə. Orada məni sözün əsl mənasında acıdan öldürdülər. Sözün əsl mənasında məni acından öldürdülər bu adamlar. Rəsulzadə qəsəbəsinə yerləşdirmişdilər. Orada mənim başıma durmadan çirkin-çirkin, gic-gic oyunlar qururdular, gah qız göndərirdilər, gah kimləsə tanış eləmək istəyirdilər. Bunu deyən hamısını bizim xüsusumda. Bu yoldaşla da orada tanış olmuşam. Və hal-hazırda bütün bu qədər saxta sənəd, bu qədər hal şahidi, bu qədər cinayətlər hamısı oturublar rahat evlərində. Dünya aləm belə veclərinə belə deyil. Niyə? Çünki bizim xüsusi xidmət orqanında oturan vicdansızlar o qədər rüşvət yeyiblər ki. Və həmin o rüşvəti yedizdirən də öz o Əbdülvahab tubundan əmələ gəlmiş radikal, islamofob şizofren olub. Və hal-hazırda hüquq mühafizə orqanları Azərpoçta təsir təzyiq göstərirlər, qoyumlar məktub göndərim. Keçən il mən sözün əsl mənasında həmən evdə qalanda acından ölürdüm ha, sözün əsl mənasında. Durmadan axmaq oyunlar. Mən 102-yə zəng edirdim, 102 məni istiqamətləndirirdi qondarma yalancı e-polis tətbiqinə. Niyə? Məndən məlumat əldə edilmiş məlumatlar əsnasında cinayətkar dəstə və dəstə üzvlərinə dəstək dura bilsinlər deyə. Bütün istiqamət bundan ibarətdir ya. Günü bugündə mən zəng eləyim 102-yə, kimdən şikayət etsəm göndərəcəklər 35-ə. 35-in rəisinin bu söhbətdən xəbəri var. 102-nin rəisi küllü miqdarda rüşvət yeyib. Və mənim artıq 2026-cı ildə bu adamlar öz cinayətkar dəstələrini, başıma nəyə görə bu hadisə gəldi onu izah edeyim. Bu şəxslər öz cinayətkar dəstələrini inkişaf elətdirə bilsinlər deyə bu adamlara 3 istiqamətdə cinayətkar lazımdır. 3 istiqamətdə. Biri narkomanlar lazımdır. Təzyiq göstərə bilsinlər deyə narkomana ki, həbs eləyərik, oğlun narkomandır. Biz deyən eləməlisən. Buna aid də Abu, özünü avtoritet hesab edən, onun böyük oğlu narkoman idi vaxtı ikən. Faiq Ağayevlə oyun quranda Abudan istifadə eləmişdilər. Bunlara aiddir cinsi azlıqlar. Kiminsə eybini üzə açdılar ki, daimi olaraq, mütəmadi olaraq mobil cihazın əlində olmağı avtomatik sənin video görüntülərinin qarşı tərəfə ötürülməsi deməkdir. Və bundan əvvəl sizə təqdim edilmiş sübutlara əsasən də görünür ki, lazım gələndə qondarma prezident aparatı yaradıla bilir, lazım gələndə qondarma hər hansı bir idarə də yarada bilirlər. Komitə yaradıblar məsəl üçün, korrupsiyanın mübarizə komitəsi. Gördüyünüz kimi. Məsələ indi bundan ibarət ki, üçüncü şəxs isə bunlar da haker idi. Özləri hakerdir həm də. Və beləliklə, daimi olaraq, mütəmadi olaraq sosial şəbəkələrin izlənməsi, sosial şəbəkələrin nəzarəti bu şəxslərin bir növ əlinin altında olduğuna görə bu cinayətkar dəstənin, qrupirovkanın ağıllarına nə gəlir onu da eləyirlər. Aşkar şəkildə, mənim xatırlayıram 2022-ci ilə qədər silah alveri gedirdi. Təhsil Nazirliyinin suyunu bal artımını eləyirlər, onu da narkomanla əlini eləyirlər. Hansı ki, Sovetski ərazisində qalırdı o narkoman. Bu dəqiqə prezident aparatının dibi olar ki, əllərini alıblar. Bir dənə narkomanın polkovnik qardaşının əlinə görə. Mən bunların çoxsunu dəlixanada tanış oldum. Dəlixanada böyük bir şöbə, tapşırılmış bir şöbə idi. Məndən başqa kimlər var isə hamısı tapşırılmış demək olar ki, adamlar idi. Hamısı. Yəni məsələ bundan ibarətdir. Yəni hal-hazırda bütün hüquq mühafizə orqan əməkdaşları sözün əsl mənasında cinayətkarların tərəfini saxlayır. Sözün əsl mənasında ya. Çünki bunlar rahat cinayət törədə bilsinlər deyə
insanlarda zəif nöqtə axtarmaqla, həmin zəif nöqtəni sıxmaqla bir növ keçirirlər bu həmin o cinayətkarı öz torlarına. Mənim özümə qarşı dəfələrlə belə bir torbalar tikilib. Mənim özümə qarşı bunu ediblər. Mənim anamın ölüm günündən istifadə edib məni işdən çıxartdılar. Anam rüsüydü. Mən hələ bu günə qədər də fikirləşirəm və düşünürəm ki, mənim anamın ölümündə də bu şərəf ləyaqətini itirmişlərin əli var. Qəsdən mənim anamı öldürüblər ki, mən həmən əraziyə yenidən qayıdım və yenidən bunların əlinin içində olum ki, mənim üzərimdə o nəzarətləri gücləndirə bilsinlər deyə. Çünki məndən xakə kimi şübhələnirdilər. Mən etiraf edirəm, savadlı insanam, ziyalı insanam. Düzdür, mənim ali təhsilim yoxdur. Allah bunların bəlasını versin. Bir qeyrətdilər də, şərəfsizdilər. Gözünlə görəndilər. Mən getmək istəyirdim Ukraynaya təhsil almaq. Yalandan mənə stop qoydular, tutturdular. İndi bu inşallah ki araşdırılacaq. Buna baxmayaraq. Yəni mən necə deyim, şuursuz bir insan deyiləm də. Bu insanlar mənə nə qədər təzyiqlər göstərirdilər. Daimi olaraq qapıma adam qoyurdular. Üstümə şey edirdilər, cumdururdular. Mənim maşınla da vurub öldürmək istədilər dəfələrlə. Mənim başıma açılmayan onun qalmadı. Niyə? Çünki bu adamlar artıq bilirdilər ki, mənim bunların cinayətləri barədə məlumatlarım çoxdur. Mən bunları fiziki kontaktda da olmuşdum həmin illərdə. Mən bunların üzünü də görmüşdüm. Və bu adamların müxalifətlə də əlaqəsi var. Azadlıq radiosu ilə bu adamların birbaşa olaraq əlaqəsi var. Əsas güc mənbələri məlumatın idarə olunmağı əsnasında qurulduğuna görə bu adamlar böyük rahatçılıqla xaricdə də məlumat ötürürlər və Azərbaycan daxilində törətdikləri kiber cinayətkarlıqları da xarici vətəndaşların əli ilə eləyirlər. Narkomanların əli ilə eləyirlər.